Reallaşması üçün 16 il mübarizə aparılan filmimizin hansı olduğunu bilirsiniz. Gəlin göstərim. Məni şəhərə aparmaq istəyənə bax. Olmayan vicdanına tükürüm sənin. Bu filmin rejissoru Nicat Feyzullayevdir. Filmin ideyası 1970-lərin sonunda yaranmağa başlayıb. Özü bir müsahibəsində deyir ki, 70-lərin sonunda İsim Əlikzadənin kitabı çıxmışdı. Oradakı povest məni yaman tutmuşdu. Ona həmin povest əsasında ssenari yaz dedim. O isə filmə Moskvadan icazə verilməyəcəyini dedi. Buna baxmayaraq 1987-ci ildə ssenarini kinostudiyaya təqdim etdi. SSR dağılırdı deyə ssenari kənarda qaldı. Sonra isə İsim Əlikzadə vəfat etdi. Film 2004-cü ildə yekunlaşıb ortaya çıxır. Rejissor layihəsini reallaşdırmaq üçün 16 ildən çox mübarizə aparmalı olur. Filmin adı Küçələrə su səpmişəmdir. Kadrlarda gördüyünüz aktyorlardan kimləri tanıdınız?